Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video İZA Monitoring vəsaitindən Monitoring 5-in mətnləri ilə bağlı olacaq. Vaxt itirmədən gəlin, mətnləri oxuyaq, daha sonra isə sualları birlikdə təhlil edək. İstəsəniz ekranı dayandırıb mətni özünüz oxuyarsınız, istəsəniz də mənimlə birlikdə oxuya bilərsiniz. Gəlin başlayaq. İlk mətnimiz meyvə şirələri haqqında olacaq. Təzə sıxılmış meyvə şirələri çox faydalıdır. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə qəbul edilən və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir. Meyvə şirələrinin tərkibi vitaminlər, minerallar, liflərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan həmin şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin öz faydası var, amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Ona görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində həmin vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq. Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərti ilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanılmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanılması düzgün deyil. Həmin vəziyyətdə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o sürətlə köhnələcək. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanılmış şüşə qablarda və soyuducuda saxlanılmalıdır. Mütəxəssislər portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin orqanizmə daha faydalı olduğunu bildirirlər. Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə, üzüm şirəsinin A, B, C vitaminləri, kalium və dəmir mineralları ilə, qreypfrut şirəsinin C vitamini və lifi ilə, alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə, nar şirəsinin A, C, E, B5 vitaminləri, kalsium, kalium və dəmir mineralları, albarı şirəsinin isə kalium mineralı və A vitamini ilə zəngin olduğunu bildirilir. Bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Ananas həzmi asanlaşdırır. Ananas həzmi asanlaşdırır 4. Bu cümləni də yadda saxlayın. Fol turşusu kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə qəbul edilməlidir. Portağal şirəsi mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir göstərə bilir. Həmçinin gecə yarısı içilən portağal suyu yuxusuzluğa səbəb ola bilir. İndi isə uşaqlar, vaxt itirmədən gəlin suallara birlikdə baxaq. Birinci cümlədə bizə deyir, cümləni tamamlamaq üçün uyğun cavabı seçin. Düzgün qəbul etmədikdə meyvə şirələrində qoxu dəyişikliyi başlayacaq, meyvə şirələri sürətlə köhnələcək, meyvə şirələrinin orqanizmə heç bir faydası dəyməyəcək, meyvə şirələri vacib mineral və vitaminlərini itirəcək. Baxın, düzgün qəbul etmədikdə deyir. Bizə deyildi ki, düzgün qəbul etmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəyməyəcək. Amma köhnəldikdə bu digər 3 variant ki var, onlar baş verəcək. Yəni, meyvə şirələrində qoxu dəyişikliyi başlayacaq, meyvə şirələri sürətlə köhnələcək və meyvə şirələri vacib mineral və vitaminlərini itirəcək. Amma bizdən nə soruşur? Düzgün qəbul etmədikdə. Düzgün qəbul etmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası, yəni bizim orqanizmimizə, yəni bizə heç bir faydası dəyməyəcək. Ona görə cavabımız olacaq C variantı.
2-də deyir, aşağıdakı cümlənin mətndəki hansı abzasa əlavə etmək olar? Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir. Yəni tükətilməməlidir. Yəni qəbul edilməməlidir. İndi bu hansı abzasa bunu qoymaq olar? Söhbət harda meyvənin, daha doğrusu meyvə suyunun içilməsindən söhbət gedir. Baxırıq bura. Deməli, birinci abzas, ikinci, üçüncü abzas. Üçüncü abzas baxaq. Birinci abzas budur. Baxaq. Təzə sıxılmış meyvə söhbət burada birinci abzasdan buradan gedir. Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərti ilə bu da mütəxəssislər portağal, üzüm, qreypfrut, alma, albalı, əlinə olunan meyvə şirələrini, deməli bunu 3-cü abzasa qoymaq olar. Yəni rahatlıqla qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir. Bunu 3-cü abzasa qoymaq olar. Baxaq. Bəli, 3-cü abzasa qoymaq olar. Cavabımız olacaq B variantı. Meyvə şirələrinin tərkibində yoxdur. Yəni nə yoxdur meyvə şirələrinin tərkibində? Vitamin var, mineral var, lif var, amma kristal yoxdur. Cavabımız olacaq C variantı. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Yəni tapmaq olmaz. Baxırıq. 1 stəkan portağal şirəsi üçün neçə ədəd portağal lazımdır? Mətnə hansı suala cavab tapmaq? Baxaq bir dənə. Sonra olar deyir. Buna cavab tapmaq mümkün deyil. Yox, mən bunu işarələdim, belə işarə. Yox, yəni neçə ədəd o portağaldan portağala dəyişir. Onun dəqiq ölçüsünü heç kim deyə bilməz axı. Dəqiq qramını, litrini, millilitrini. Hansı meyvə şirəsi daha az şəkərli olur? Buna aid də bir, belə deyək, məlumatımız yoxdur. Gecə yarısı içilən portağal suyu nəyə səbəb olar? Gecə yarısı içilən portağal suyunun, belə deyək, yuxusuzluğa səbəb ola bilirdi. Elə yazılmışdı, səhv eləmirəmsə. Elə ona görə də C variantı bizim cavabımızdır. Dünyanın ən məşhur və sevimli meyvəsi hansıdır? Bu haqda da bizim məlumatımız yoxdur. Amma gecə yarısı içilən portağal suyu yuxusuzluğa səbəb ola bilir. Cavabımız C variantı olmuş olacaq. 5-ci mətndə deyir, daha doğrusu 5-ci sualda. Mətnin məzmununu ümumiləşdirsək, mətnə hansı adı vermək olar? Mətnə yəni hansı adı qoya bilərik? Meyvə şirələrinin hazırlanması, xeyr, ümumi məlumat gedir. Ona görə hazırlanmasından təkcə söhbət getmir. Meyvə şirələrinin faydasından, meyvə şirələrinin zərərləri, meyvə şirələrinin satışı. Cavabımız olacaq burada B variantı. 6-da deyil, meyvə şirələri ilə bağlı hansı fikir doğru deyil? Səhv fikri istəyir. Ona görə də 1 stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Bu düzdür. Bu var idi, orada yazılmışdı. Meyvə şirələrini bir müddət saxladıqdan sonra istehlak etmək lazımdır. Xeyr, istehlak etmək lazım deyil. Cavabımız B variantıdır. Meyvə şirələri uzun müddət saxlanılanda vacib vitaminlərini itirir. Bəli, düzdür. Hər bir meyvə şirəsinin öz faydası var. Bəli, bu da düzdür. Cavabımız olacaq B variantı. 7-də bizə deyir, aşağıdakı fikir mətnin hansı abzasında əksini tapır? Faydalı xüsusiyyətlərinə baxmayaraq, portağal şirəsinin müəyyən mənfi xüsusiyyətləri də var. Bu, sonlara doğru verilmişdi bu haqda məlumat. Ona görə elə 5-ci abzası götürərik. Cavabımız D variantı olacaq. Özünüz də təkrar gedib oxuyub görə bilərsiniz. Mətnin sonuncu abzasında müəllif nəyi qeyd etməyi lazım bilir? Baxaq görək. Sonuncu abzas. Stəkan portağaldan söhbət gedir. Daha sonra indi 8-ə baxaq. Sonuncu abzasda deyir, nəyi qeyd etməyi lazım bilir? Alma şirəsinin müalicəvi təsir göstərməsini, meyvə şirələrinin otaq temperaturunda saxlanılmamasını, portağal suyundan diqqətlə istehlak edilməsini, bəli, elə C variantından söhbət gedir. Bu da nə deyirdi? Həm də ki, deyir, gecə yarısı içilən portağal suyu yuxusuzluğa da səbəb ola bilir. Ona görə portağal suyundan biraz ehtiyat etmək lazımdır. Cavab C variantı. Baxırıq 9-u. Deyir, nömrələnmiş hansı cümlənin mətnlə əlaqəsi zəifdir? Mətnlə əlaqəsi zəif olan, baxırıq, elə mən deyəsən orada ananas həzmi asanlaşdırır. 4-cü olmalıdır məncə. Baxaq. Bəli, elə 4-cüdür. Digərləri müəyyən qədər bağlıdır mətndən, amma ananas həzm, axı həzmdən söhbət getmir. Yəni ananas sadəcə meyvə şirələrindən söhbət gedir. Ona görə də olacaq cavabımız D variantı. Hansı abzasın məzmunu düzgün göstərilməyib? 2-ci abzasda bəli, mənim yadımdadır. Deməli, 2-ci abzasda söhbət orada
meyvə şirələrinin növlərindən getmirdi. İkinci abzasa baxaq. Meyvə şirələrinin tərkibi, vitaminləri, liflərlə zəngindir. Bu haqqda məlumat gedirdi. Ona görə də elə göstərilməyən növlərindən yox, orada minerallarından falan söhbət gedirdi. Ona görə elə A variantı səhv cavabdır. Yəni uyğunsuzluq var orada. Cavabımız A variantı olmuş olacaq. Daha sonra baxırıq 11-ə. Hansı meyvənin suyu xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir? Burada hansı yazılmışdı? Portağal. Portağal xərçəng hüceyrələrinin inkişafına qarşı, yəni xərçəng hüceyrələrinə qarşı effektli bir portağaldır da, yəni portağal suyudur. Daha sonra 12. Hansı sözün mənası səhv göstərilmişdir? Baxırıq. Bakteriya xəstəlik törədən orqanizm mikrob, düzdür. Temperatur, istilik dərəcəsi, düzdür. İstehlak, yəni istifadə etmə, qəbul etmədə, düzdür. Effektli, zərərli, ziyanı yox. Effektli, yəni xeyirli, xeyir verən olacaq D variantı. Səhv göstərilmişdir. D variantı. Mətnin birinci cümləsindəki çox sözünü hansı sözlə əvəz etmək olar? Baxaq görək ümumiyyətlə hansı mənadadır. Təzə sıxılmış meyvə şirələri çox faydalıdır. Aha. Olduqca faydalıdır. Olduqca faydalıdır. Cavabımız olacaq B variantı. Mətndə meyvə şirələrində dad və qoxu dəyişikliğinin başlamasının səbəbi kimi nə göstərilir? Nə göstərilir deyəndə ki, elə otaq temperaturunda saxlanılması. Gərək otaq temperaturunda saxlanılmasın. Yəni, dedik ki, soyuducuda saxlanılmalıdır. Cavabımız olacaq A variantı. Qeyd olunan məlumatlardan biri mətndə verilməmişdir. Mətndə yəqin ki, mətn yadınızdadır. Portağal suyu bəzi dərmanların təsirini azalda bilir. Düzdür, verilmişdir. Meyvə şirələri immun sistemini möhkəmləndirir. Bu da verilmişdir. Portağal suyu arıqlamağa kömək edir. Buna aid bir cümləyə rast gəlmədik. Üzüm şirəsi A, B, C vitaminləri, kalsium və dəmir ilə zəngindir. Bu da verilmişdir. Verilməyən bizə portağal suyu arıqlamağa kömək edir. Cavabımız olacaq C variantı. Uşaqlar, birinci mətnimiz bitdi. Keçək ikinci mətnimizə. İkinci mətnimiz qaranquşlar mətnidir. Oxuyaq qaranquşlar mətnini. Payız idi. Soyuq havanın yaxınlaşdığını hiss edən qaranquşlar artıq yuvalarını tərk etmişdilər. Balaca oğlan damlarının altındakı tərk edilmiş qaranquş yuvasını dağıtmaq istədi. Ata oğluna səsləndi. Yuvanı dağıtma. Yazda qaranquşlar geri qayıdacaq və əvvəlki yuvalarını tapdıqca çox sevinəcəklər. İş qaynamağa başladı. Qaranquşlar yaxınlıqdakı çaydan dimdiklərində gil və lil gətirərək qışda bir az dağılmış olan yuvalarını təzələdilər. Sonra yuvaya tük, lələk, daha sonra isə mamır sapı gətirdilər. Bir neçə gün keçdi və oğlan gördü ki, yuvadan yalnız bir qaranquş uçur, digəri isə daim orada qalır. Ola bilsin ki, o yumurtlayıb və indi yumurtaların üzərində oturur, deyə oğlan düşündü. Təxminən 3 həftədən sonra yuvadan kiçik başlar görünməyə başladı. Oğlan yuvanı dağıtmadığına görə çox sevinirdi. Oğlan eyvanda oturaraq qayğıkeş quşların havada necə süzdüyünü və milçəkləri, ağcaqanadları tutduğunu saatlarla seyr edirdi. Onlar necə də cəld ora-bura uçurlar və yorulmadan tez bir zamanda körpələri üçün qida tapırlar. Oğlan qaranquşların bütün günü demək olar ki, bir dəqiqə belə dincəlmədən uçmaqdan yorulmadıqlarına heyran qalıb təəccübünü atasına bildirdi. Atası ona oyuncaq qaranquşu göstərib dedi. Görürsən, oğlum, qaranquşun necə də uzun, iri qanadları və quyruğu var. Ayaqları və bədəni isə müqayisədə daha qısa və balacadır. Məhz buna görə qaranquşlar səmada uzun müddət dayanmadan sürətli uça bilirlər. Əgər qaranquşlar danışa bilsəydi, o zaman sənə Cənub Rusiya çölləri, üzümlərlə örtülmüş Krım dağları, bir dəfə də olsun oturmadan keçməli olduqları fırtınalı Qaradəniz, Kiçik Asiya, Mavi Aralıq dənizi haqqında maraqlı hekayələr danışardılar. Mən qaranquşların belə uzaq məsafəyə uçduğunu bilmirdim. Oğlan təəccüblə atasına dedi. Bəli, təkcə qaranquşlar deyil, ata davam etdi. Köçəri adlanan quşlar, məsələn, torağay, qara toyuq, ququ quşu, çöl ördəkləri, qazlar və bir çox başqa quşlar da qış fəsli yaxınlaşanda isti ölkələrə uçurlar.
Bəziləri üçün Almaniyanın cənubunda və Fransada qışda olduğu kimi istilik kifayət edir. Orada o qədər yaxşıdırsa, niyə əbədi olaraq isti ölkələrdə qalmırlar, deyə oğlan soruşdu. Ya balaları üçün kifayət qədər qida tapa bilmədiyinə görə, ya da çox isti olduğuna görə, deyə ata cavab verdi. Amma sən əsas buna təəccüblən. 4000 mil uzaqlara uçan qaranquşlar necə olur ki, geri gəldikdə qurduqları yuvalarına rahatlıqla yol tapırlar. İndi baxaq bunun suallarına. Mətnin əvvəlində atanın keçirdiyi hissi necə adlandırmaq olar? Mətnin əvvəlində daha doğrusu ata hansı hissləri keçirdi? Təbii ki də narahatlıq keçirirdi. Ona görə cavabımız olacaq C variantı. Cümlədə altından xətt çəkilmiş sözün izahını seçin. Köçəri. Köçəri nə deməkdir uşaqlar? Köçəri iqlim, yem və başqa şəraitlə əlaqədar olaraq yerini dəyişən, belə deyək də, heyvanlar deyim, yoxsa quşlar mı deyim? Ona görə də cavabımız olacaq B variantı. Oğlan qaranquş yuvasını dağıtmaq istədi. Çünki nə üçün dağıtmaq istədi? Təbii ki də qaranquşlar yuvalarını tərk etmişlər. Oğlan da düşündü ki, ehtiyac yoxdur, dağıtmaq istəyirdi. Amma atası onu başa salandan sonra fikrindən daşındı. 19-da deyir, cavabımız B variantı. 19-da deyir ki, oğlanı təəccübləndirən əsas məqam nə idi? Qaranquşların dincəlmədən uçmaqdan yorulmadıqlarını görəndə oğlan təəccüblənmişdi. Elə cavabımız A variantı olmuş olacaq. 20-də deyir, oğlan nə üçün sevinirdi? Oğlan ona görə sevinirdi ki, qaranquşların yuvasını dağıtmadığı üçün. Yəni, gəldi, gördü ki, yenidən qayıdıblar və yaxud belə deyək, bala çıxartmışdılar. Balaların görəndən sonra fikirləşdi ki, elə yaxşı oldu ki, mən bu yuvanı dağıtmamışam. Ona görə də cavabımız olacaq C variantı. Keçirik 21-ci suala. 21-ci sualda deyir, hansı epizod atanın məqsədinə nail olduğunu göstərir? Hansı epizod idi? Oğlan atasına qulaq asıb yuvanı dağıtmır. Elə bu idi. Cavabımız olacaq A variantı. 22-ci sualda deyir, mətndə hansı suala cavab yoxdur? Mətndə hansı suala cavab yoxdur? Bir-bir oxuyaq görək. Qaranquşlar nə üçün yuvalarını tərk etmişdilər? İsti ölkələrə getmişdilər. Qış gəldiyi üçün, payız gəldiyi üçün, soyuq gəldiyi üçün isti ölkələrə köç etmişdilər. Buna cavab var. Oğlan nə üçün təəccüblənmişdi? Oğlan ona görə təəccüblənmişdi ki, yəni necə ola bilər ki, yorulmadan uça bilirlər? Buna cavab da var. Köçəri adlanan quşlar hansılardır? Orada yazılmışdı. Bir çox quşun adı qeyd olunmuşdu. Qaranquşlar öz yuvalarını necə rahatlıqla tapırlar? Buna cavab yoxdur. Bu anlayış, bu fikir var orada, amma cavabı yoxdur. Yəni, necə tapırlar, nə formada tapırlar, nəyə əsasən tapırlar? Buna aid cavabımız olmadığına görə cavabımız olacaq D variantı. Mətndə işləmiş seyr etmək ifadəsini hansı sözlə əvəz etmək olar? Uşaqlar, seyr etmək təbii ki də izləmək deməkdir. Cavabımız B variantı. Mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edir. İlk öncə cümlələri oxuyaq. Atası oğlana oyuncaq qaranquşu göstərdi. Təxminən 3 həftədən sonra yuvadan kiçik başlar görünməyə başladı. Yuvanı dağıtma deyə ata oğluna səsləndi. Oğlan yuvanı dağıtmadığına görə çox sevindi. İndi gəlin ardıcıllığı quraq. Necə qurarıq ardıcıllığı? İlk öncə yuvanı dağıtma deyə ata oğluna səslənmişdi. İlk öncə 3, Daha sonra hansı olacaq? Baxırıq. Deməli, təxminən 3 həftədən sonra yuvadan kiçik başlar görünməyə başladı. Sonra 2 olacaq. Sonra oğlan yuvanı dağıtmadığına görə çox sevindi. Yəni 4-cü olacaq. Daha sonra atası oğlana oyuncaq qaranquşu göstərdi. Bu da 1 olacaq. Cavabımız baxaq görək hardadır. 3, 2, 4, 1 olacaq C variantı. Daha sonra baxırıq 25-ə. Mətnə əsasən doğru fikirləri daha doğrusu seçin. Ata və oğlun belə deyək. Ata, oğul, qaranquşlar. Hərəsində bir dənə doğru olanını seçəcəyik. Baş verənlərə laqeyd yanaşır. Xeyr, ata laqeyd yanaşmadı. Oğluna doğru yol göstərir. Bəli. 2. Daha sonra oğulda görək düzgün hansıdır? Atasının sözünü dinləyir, öz bildiyini edir. Xeyr, atasının sözünü dinləyir. Ona görə də olacaq 3. Qaranquşlarda baxaq doğru hansıdır? Köçəri adlanan quşlardan hesab olunur, tərk etdikləri yuvalarını unudur. Unutmurlar.
asanlıqla tapa bilirlər. Amma kösəri adlanan quşlardan hesab olur. Ona görə də 5. 2 üst 5 olacaq cavabımız. Bu da verilib bizə C variantında. 26-da deyir. Biri qaranquşlara aid xüsusiyyət deyil. Qaranquşlara aid xüsusiyyət olmayan, səmada uzun müddət dayanmadan uça bilirlər. Aiddir. Uzun iri qanadları və quyruğu var. Düzdür. Ayaqları və bədəni daha qısa və balacadır. Düzdür. Təsərrüfata ziyan vururlar. Xeyr. Cavabımız olacaq D variantı. Köçəri adlanan quşların əsas xüsusiyyəti nədir? Əsas xüsusiyyəti uşaqlar qış fəsli yaxınlaşanda isti ölkələrə uçub gedirlər. Ona görə də elə cavabımız baxaq B variantıdır. 28-də deyir oğlan qaranquşlar haqqında nəyi bilmirdi? Oğlan qaranquşlar haqqında nəyi bilmirdi? Yumurtaların üzərində oturmaqlarını bilirdi. Havada necə süzdüklərini görürdü. Hətta uzaq məsafəyə uça bildiklərini bunu bilmirdi. Cavabımız olacaq C variantı. Çərçivədəki cümləni davam etdirən cavabı seçin. Yazda qaranquşlar qeyri-qayıdacaq və əvvəlki yuvalarını tapdıqda çox sevinəcəklər. Cavabımız A variantı olacaq. Çox sadə mətn idi bu. Bu quşlardan biri mətndə iştirak etmir. Hansı iştirak etmir? Ququ quşu var, qara toyuq var idi, çöl ördəkləri var idi, amma bildirçinin adı çəkilmirdi. Cavabımız olacaq C variantı. Uşaqlar, bugünkü video izahının sonuna gəldik. Videonu bəyəndinizsə dostlarınızla bölüşməyi, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Davamında isə, mətnin davamında, digər izahında isə riyaziyyatla bağlı suallarla sizi tanış edəcəm. Amma bugünkü izahımız bu qədər. Sizi çox yormaq istəmirəm, yəni dəqiqələr uzanmasın deyə. Bugünlük yekunlaşdıraq. Hələlik.